Test nümunəsi. Match the nouns with their definitions. İsimləri onların mənaları ilə uyğunlaşdırın. 1. An invitation, dəvət. An invention, ixtira. An impression, təəssürat. A bəndi. The opinion or feeling you have about someone or something because of the way they seem. Kiminləsə və ya nə iləsə bağlı onların görünmə halı və şəraitindən asılı olaraq sizin sahib olduğunuz nöqteyi nəzər və hiss. Bu sizin həmin əşya və ya şəxslə bağlı təəssüratlarınızdır. Təbii ki, A bəndinin açıqlaması 3 olacaq. A written or spoken request to someone inviting them to go somewhere or to do something. Yazılı və ya şifahi şəkildə deyilmiş bir təklif, kiməsə onları harasa və ya nəyisə etməyə dəvət etmək, çağırmaq mənasında. Bu təbii ki, ikinci bəndimizdə olan dəvət sözünün açıqlamasıdır. A useful machine, tool, instrument, etc. that has been invented. Faydalı bir maşın, mexanizm, alət, əşya, hansı ki kəşf olunub, təbii ki, bu ixtira sözünün açıqlamasıdır. 1 olacaqdır. Ona görə 1C, 2B, 3A. Doğru cavab Y bəndidir.